Salam, xoş gördük hər birinizi. Bu günlərim çox gözəl, çox möhtəşəm, əsl sezonu olan heyvanın bol vaxtında, bol sezonunda hazırlamanızı tövsiyə edəcəyim heyva turşusu hazırlayacağam. Mən heyvaları öz həyətimdən dərmişəm, öz bağımızın heyvalarıdır. Gördüyünüz kimi heyvalar çox böyük, necə sapsarı, iri alınıbdır. Bu il bol bərəkətli gətiribdir. Allah hər kəsin malını, rızqını bol bərəkətli etsin inşallah. Mən ilk öncə heyvaları dərməkdən başlayıram. Havanın yaxşı günləşdi olmağından istifadə edib heyvaları dərməyə başlayıram. Heyvaların hamısını dərmədim. Yəni aşağı hissəsində olanlar biraz yetişməmişdi. Üzəri yaşıl kimi qalmışdı deyə. Yuxarıda olan hissələrindən dərdim. Yəni sarı olanları gördüyünüz kimi çox böyük, çox gözəldir. Adam baxdıqca baxmaq istəyir. Heyvaları dəyirib bir qaba yerləşdirirəm. Təxminən 23 kiloqram məndə indi əlimdə heyva var. Bunların yarısını kompot, yarısını turşu, yarısını da varina mürəbbə yəni edəcəm. Heyvaları yaxşı-yaxşı yuyub təmizlədikdən sonra başlayacağam turşusunu hazırlamağa. Turşunu hazırlamağa keçmədən öncə kanalıma hələ də dəstək olmamısınızsa, dəstək olmaq üçün abunə olub zil butonunu aktiv etməyi unutmayın. Videolarımı bəyənmisinizsə, bəyənmə işarəsinə toxunaraq like edə bilərsiniz və videolarımı sonacan izləməyi unutmayın. Videolarımı sonacan izləmiş olsanız mənə qat-qat dəstək olmuş olarsınız və məndən hansı resepti gözləyirsinizsə, videonun alt hissəsində rəy bölməsini yazmağı unutmayın. Sizdən gələn hər bir rəy mənim üçün çox dəyərlidir. Fikirlərinizi mənimlə bölüşsəniz çox sevinərəm. İndi isə keçək hazırlama qaydasına. Hazırlamaq üçün dərdiyim heyvaları yaxşı-yaxşı yuyub təmizlədikdən sonra suyu çəkilməyini gözləyirəm. Daha sonra isə gördüyünüz kimi dilikli bıçaqla, yəni kəsirəm dilimlər halında. Çox nə incə, nə də çox qalın dilimlər halında kəsəcəm. Yəni orta ölçüdə dilimlər halında bölürəm. Heyvanın çürük hissələrinə baxmayaraq çürük olan hissələrini təmizləyəcəm bıçaqla. Heyvaları bu formada doğrayıb çürük hissələrini çıxardıqdan sonra bir qaba əlavə edəcəm. Daha sonra isə soyuq suyun altında yaxşı-yaxşı yuyacam, təmizləyəcəm təkrardan. Bildiyiniz kimi heyvanın özü qədər tumlar da çox faydalıdır. Tumları çürük olmazsa, yəni salamat olarsa çıxarıb qurudacağam. Qışda dəmləyib içmək üçün çox faydalıdır öskürək üçün. Tumlarını təmizlədikdən sonra yaxşı-yaxşı yuyuram və suyu çəkildikdən sonra turşunu hazırlayacağım. Balonlara yığacağam. Gördüyünüz kimi balonlarımı hazırlamışam. Balonların içərisinə nanə və cəfəri əlavə edirəm. Bir qədər 2-3 sap və 3-4 ədəd də qara dənə istiot əlavə edirəm balonun içərisinə. Daha sonra isə yuyub suyu çəkilən heyvaları düzməyə başlayıram balonların içərisinə. Balonlarımın içərisini yığıb bitirdikdən sonra qaynayan su, yəni balonların içərisinə əlavə edib doldururam. Daha sonra isə qapaqlarını bağlayıram. Su ta ki soyuncaya dək gözləyirəm. Suyu soyduqdan sonra gördüyünüz bu şəkildə bir qazanın içərisinə balonların içərisində olan suyu boşaldıram. Daha sonra isə hər balon üçün 1 yemək qaşığı xörək duzu, 3 yemək qaşığı şəkər tozu, 3 yemək qaşığı sirkə əlavə edib suyu təkrar qaynadacağam. Mənim əlavə etdiyim sirkə üzüm sirkəsidir. Sizin əlinizdə olmazsa alma sirkəsindən də istifadə edə bilərsiniz. Artıq qazanın içərisində olan su qaynamağa başlayıbdır. Gördüyünüz kimi bu şəkildə balonların içərisinə suyu təkrardan əlavə edib qapaqlarını çift şəkildə bağlayacağam. Qaynayan suyu balonlara əlavə etdikdən sonra qapaqlarını kip şəkildə bağlayıb balonlar soyuncaya dək qalın adyalın içərisində saxlayacağam.
Və budur. Gördüyünüz kimi artıq mənim turşum hazırdır. Rəngi sapsarı, mükəmməl, qoxusu, ləzzətli. Əminəm ki, sizdə də baxıb heyran olacaqsınız və əminəm ki, baxdıqca hazırlayacaqsınız. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm. Allah hər kəsin bağladığını ağçınına yeməyi nəsib etsin. Və mənə hələ də dəstək olmalısınızsa, dəstək olmaq üçün kanalıma abunə olub videolarımı like etməyi unutmayın və videolarımı sonacan izləyin. Videolarımı sonacan izləmiş olsanız mənə qat-qat dəstək olmuş olarsınız. Mənə nə sualınız olarsa videonun alt hissəsinə rəy bölməsini yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə hələlik sağ olun.